Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025 11-ci siniflər üçün nəşr olunmuş topludan So Do I, Neyzə Do I, yəni Short Answers dərsindən bir neçə testin izahına baxırsınız. Test izahına baxmazdan əvvəl kanalımızdakı qayda izahına da baxa bilərsiniz. İndi isə test izahına baxırıq. Bu dərsdə əvvəlcə o nüansları qeyd edək ki, bu dərsi işləyərkən mütləq və mütləq cümlənin təsdiq ya inkar olduğunu tapmalıyıq. Əgər təsdiq cümlədirsə, bu zaman variantlardan eyzələr, neyzələr çıxır və digər variantlar arasında artıq struktur quruluşuna baxırıq. Yox, əgər cümləmiz inkar cümləsidirsə, bu zaman variantlardan so, to, also olan variantları çıxırıq. İndi əvvəlcə birinci testin izahına baxaq. Baxırıq nöqtələr, cümləmiz inkar cümləsidir. Çünki burada bir inkar əvəzliyi, inkar forma görürük. Don't. Bilirik ki, don't, yəni do not inkar ədatıdır və birbaşa not cümləni inkar edib. Demək ki, biz variantlardan so, to, also variantlarını çıxmalıyıq. A variantında so, B variantındakı so və C variantındakı so variantını çıxırıq. Qalırıq B və Y variantını. Qaydadan bildiyimiz kimi, əgər cümləmiz neyzə ilə düzəlirsə, sonra köməkçi feil, sonra mübtəda gəlməlidir. Ona görə D variantımız doğrudur. Y variantımız niyə yanlışdır? Baxaq, əgər bizim bir cümləmizdə neyzər varsa, ora qətiyyən not qoymaq olmaz. Demək ki, cavab oldu D variantı. Tərcüməyə baxırıq. Most of the children don't like to sleep in the daytime and deyir, mənim uşaqların əksəriyyəti sevmirlər gündüz yatmağı. Arxasıca deyir ki, mənim qızım da. Demək ki, həm söhbətimiz bizə inkar cümlədə bir cümlə verilib və biz ona cavab olaraq eyni ilə inkar cümlədə, yəni inkar formada bir cavab verməliyik. İndi isə dördüncü testimizin izahına baxaq. These hairdressers cut hair with special scissors. Baxırıq, cümləmiz təsdiqdədir. Cut feilimiz var. Bilirik ki, cut feilimiz həmində həm də keçmiş zamanı eyni olan feildir. Variantlarımızdan təsdiq cümlədirsə, birinci işimiz cümlədə eyzələr, neyzələr çıxmaqdır. Demək, üçüncü testimizdə eyzə var, dördüncü testimizdə neyzə var. Ona görə cavab olur 1-2. Tərcümədə deyir başqaları da, 2-də də deyir ki, biz də həmçinin. Demək, dördüncü testimizdə cavab oldu 1-2 A variantı. İndi isə 12-ci testin izahına baxırıq. 12-ci testdə they have to take a taxi. Onlar taksi saxladılar, taksiyə mindilər. Demək ki, minməli oldular. Demək ki, bu cümləmiz təsdiq cümləsidir və biz də cavab olaraq eyzələr, neyzələr olan variantları çıxmalıyıq. Gəlin birlikdə eyzə, neyzələri çıxaq. A variantında eyzə var deyə çıxdıq. C variantında neyzə var deyə çıxdıq. Digər üç cümləmizə baxaq. Qayda izahlarımızdan bilirik ki, və burada da qeyd edirəm ki, əgər cümləmizdə to varsa, demək bu cümlə tamamilə təsdiq olmalıdır. Ona görə D variantında didn't versiyası səhvdir. Y variantı isə tamamilə strukturca səhvdir. Çünki bu qurulur so, köməkçi mübtəda gəlməlidir. Burada əvvəlcə mübtəda gəlib və həm so olan cümləni də bu dərsdə, yəni So Do I dərsində qısa cavablarda qətiyyən so olan cümləni inkarla vermirik. Ona görə cavab oldu B variantı. So did we. Deyir, onlar taksiyə minməli oldu. Cavabda deyir ki, biz də həmçinin. 13-cü testə baxaq. 13-cü testdə Pete has been sent to front, deyir ki, Pete cəbhəyə göndərilməli oldu. İndi bu testdə, daha doğrusu has been göndərildi. Has been bilirik ki, öz sualının inkarını özü düzəldə bilər. Gəlin bu qaydanı burada bir daha təkrar edək. Əgər bizim have-dən sonra to ya da isim varsa, bu zaman qətiyyən have-i ayırmaq olmaz. Yəni, biz artıq sualda, yəni qısa cavab verərkən have-in özündən istifadə edə bilmərik. Bu zaman kənardan do, does və did gətiririk. Yox, əgər cümləmizdə have-dən, has-dən, had-dən sonra feil gəlibsə və həmin feil P2-dirsə, demək ki, bu zaman has-in özündən istifadə edirik. Bu cümləmiz təsdiqdir. Təsdiq olduğu üçün variantlardan eyzələr, neyzələr çıxır. Demək ki, A variantında neyzər, C variantındakı neyzər çıxır. Qalırıq B, Y, D arasında. Bayaq da qeyd etdik, to olan cümlə inkar olmaz. Çünki to təsdiq cümlənin sonunda qoyulan həmçinindir. Eyzər isə inkar cümlənin sonunda qoyulan həmçinindir. Ona görə B variantı yanlışdır. D variantında so, has, tom olmalıydı. Çünki so təsdiq cümləyə təsdiq formada da cavab verir. Ona görə cavab oldu Y variantı. Tərcümədə deyir ki, Pete cəbhəyə göndərildi, deyir Tom da. Yəni, Tom da həmçinin cəbhəyə göndərildi. İndi isə 17-ci testin izahına baxırıq. My father always take care of me. Mənim atam həmişə bizim qayğımıza qalır. Cümlə təsdiq cümləsidir. Təsdiq olduğu üçün cümlələrdən eyzələr, neyzələr çıxırıq. Y variantındakı eyzər və D variantındakı neyzər çıxır. Cümlədə bir daha bayaq da dedik, to varsa inkar olmaz. Ona görə B variantı da yanlışdır. A və C variantları arasında qalır. Bu tipdə testlərdə mütləq diqqət etməli olduğunuz nüans nədir? Əgər sizin cümlənizin özündə
to be varsa, bu zaman siz həmin to be-nin özündən istifadə etməlisiniz. Yox, əgər cümlənizin özündə to be-nin hər hansı bir forması am, is, are yoxdursa, bu zaman siz so ilə yazılan qısa cümlədə də ondan istifadə edə bilməlisiniz. İndi baxırıq bu testdə. Mənim atam bizim qayğımıza qalır. Bu cümlənin xəbəri takes off-dur. Demək ki, biz burada is-dən istifadə edə bilmərik. Ona görə A variantı tamamilə səhvdir. Cavab olur. C variantı tərcüməmizə baxırıq. İndi atam bizim qayğımıza qalır. Orada deyir ki, Sally da, o da həmçinin. İndi isə 20-ci testin izahına baxırıq. The engineers will discuss the project soon. Bu cümlə təsdiq cümləsidir. Eyzələr, neyzələr çıxır. Bunu əzbər etsəz, sizin üçün bu testləri işləmək daha asan olar. Demək ki, D və A və D variantları çıxırıq. B variantında to ilə inkar olmaz deyə B variantında çıxırıq. C variantında so olan cümləni inkarda yazmamalıydıq. Ona görə də çıxırıq. Cavab olur Y variantı. Tərcümədə deyir ki, injinerlər tezliklə layihəni müzakirə edəcəklər, deyir. Menecerlər də həmçinin. 31-ci testin izahına baxırıq. Ben couldn't express his opinion openly. Deyir ki, Ben öz fikirlərini açıq şəkildə ifadə edə bilmədi. Demək, bu cümlənin inkarda baxırıq. Nə var? Burada bizim couldn'tımız var. Couldn't varsa biz artıq inkardırsa solar, tolar, alsoları çıxırıq. Yəni, hansı variantımızda so varsa onu çıxırıq. To varsa onu çıxırıq. D variantı da yanlışdır, Y variantı da yanlışdır. Qaldıq A və C variantı. İndi Either'dən bir qaydanı yadımıza salaq. Əgər cümləmizdə Either cümlənin sonunda gəlsə, hökmən və hökmən o cümlənin özündə bir not olmalıdır. Yəni, əvvəlki cümlədəki notdan əlavə olaraq burada Either'ın düz önündə də not olmalıydı. Yəni, bu cümlə belə olmalıydı. George couldn't Either. George isə həmçinin etmir. Ona görə C variantı yanlışdır. Cavab oldu. A variantı. Tərcüməmizə baxaq. Deyir ki, Ben öz fikrini açıq ifadə edə bilmir. O da deyir ki, George da həmçinin edə bilmədi. Yəni, o da edə bilmir. Bir daha qeyd edirəm. Təsdiq cümlə olsaydı cavabı verərdik so ilə. İnkar cümləsi olduğu üçün cavabı verdik Neither variantımızla. İndi isə 33-cü testimizin izahına baxırıq. John will not be late and bu cümləmiz baxırıq inkardır. İnkar cümləmizə cavabı nə ilə verə bilərik? Eyzələr, neyzələri, daha doğrusu so, to, also olan variantlarımızı çıxırıq. Baxırıq, bir dənə B variantımızda to var, qalan variantlarımızda artıq nə also var, nə to var, nə də so versiyamız var. İndi qaydamızdan bir şey yadımıza salarıq. Əgər bizim birinci cümləmiz inkardırsa, biz onu but plus təsdiqlə yaza bilərik. Məsələn, belə bir versiyada. Bu topdur, amma o deyil. Bu mənim testimdir, amma o deyil. Görürsünüz, birinci tərəf təsdiq olsa, ikinci tərəf inkar olur. Bəs inkar olanda necə olur? Deyirəm, bu qələm qırmızıdır, qırmızı deyil, lakin o elədir. Lakin yəni o qırmızıdır. Ya da deyirəm ki, mən bu mətni sevmədim, amma deyir ki, amma Tom sevdi. Demək, birinci tərəf inkar olduğu üçün ikinci tərəfdə mütləq və mütləq təsdiq işlətməliydik. Baxırıq 34-cü testimizdə. İnkar verdiyi üçün but təsdiq olmalıydı. Ona görə A variantı yanlışdır. C və D variantlarına baxaq. C variantı doğrudur demişdik. İnkar cümləsinə Either ilə cavab verərik, amma ekstra bir inkar Either'ın da yanında olsun. Ona görə C düzdür. Bəs D variantı yanlışdır. Neither artıq özü inkardır. Onun yanında qətiyyən ikinci bir inkar işlətmək olmaz. Y variantının yanlışı hardadır? Bayaq da qeyd etdiyim kimi, əgər sizin cümləmizdə to be yoxdursa, qətiyyən gələn cümlənizə to be gətirə bilməzsiniz. Öz cümlənizdə to be varsa, burada da istifadə edə bilərsiniz. Öz cümlənizdə to be yoxdursa, qətiyyən bu cümlədə də to be istifadə edə bilməzsiniz. Ona görə burada cavab oldu. C variantı tərcümədə deyir ki, vir gecikməyəcək. Orada deyir ki, onun dostları da gecikməyəcək. Cavab olur C variantı. İndi isə 42-ci testin izahına baxırıq. Apostrof S qaydasının testi də qaydada izah etmişdim. Bir daha burada qeyd edirəm. Bunu tapmağın asan bir yolu odur ki, əgər apostrof S-dən sonra ink gəlibsə, burada düşünməyə qətiyyən ehtiyac yoxdur. Demək ki, bu izin qısaldılmasıdır. Ona görə həzz olan variantlarımızı çıxdıq. 2 və 3 çıxır. Cavab olur 1 və 4. İndi isə 43-cü testin izahına baxaq. Yenə cümləmizin təsdiq ya inkar olduğunu anlamalıyıq. The hunters caught some wood to make a fire. Cümlə tamamilə təsdiqdir. Təsdiqdirsə neyzə, eyzə variantlarımızı çıxırıq. 4-cü testdə eyzə var çıxırıq. 3-cü testdə to olan cümləyə didn't qoymaq olmaz deyə çıxırıq. Birə baxırıq. The boys did too. Oğlanlar da həmçinin bu doğrudur. 2-ci testdə so did the boy. Oğlanlar da bu da doğrudur. Və 5-ci testdə bilirik ki, təsdiq cümlə verilibsə, biz onu
onun ardı ilə but, inkar verə bilərik. Ona görə də burada 5-ci testimiz də doğrudur. Cavab olur 1, 2, 5, B variantı. İndi isə 50-ci testin izahına baxırıq. 50-ci testə baxaq. I have to make a decision immediately. Biz dərhal qərar qəbul etməliyik. Bu testdə cümlə təsdiqdə verilib. Təsdiqdə verildiyi üçün biz variantımızdan çıxırıq. Neither variantını, either variantını çıxırıq. Təsdiq cümləyə, yəni daha doğrusu inkar cümləyə to qoymaq olmaz deyə A variantında çıxırıq. B və Y variantları arasında qalırıq. Baxırıq ki, fərqimiz did və do feilindədir. Feilimizə cümləmizin feili have to indiki sayda zamanda, ona görə did olan formanı çıxırıq. Cavab oldu Y variantı. Deyir, biz qərar qəbul etməliyik, onlar da həmçinin. İndi isə 58-ci testin izahına baxaq. 58-ci testdə Jane's father never let her daughter drive his car. Jane'in atası heç vaxt ona maşın sürməyə icazə vermir. Maşınını sürməyə icazə vermir. Cümlə inkardır. Hardan bildik? Cümləmizdə never var. Mütləq bu testləri yazarkən cümlənin sonuna qədər oxuyun. İnkar cümləsidirsə nələr olmaz? İnkar cümləsidirsə so did my father olmaz. Mənim atam da belə deyilməməlidir. 3-dəki to olmaz. Cavab oldu 1 və 4. Diqqətlə baxırıq. Either olan cümlənin özündə də inkar varmı? Bəli, var. Bilirik ki, either olan cümlənin özü də inkar olmalıdır. Ona görə cavab oldu 1 və 4. Yəni D variantımız doğru cavabdır. D variantı doğru cavabdır. İndi isə növbəti testə baxaq. 64-cü testin izahına baxaq. Burada bir maraqlı nüans var. Mütləq bu hissəyə diqqətli olun. Demək ki, bu cümləmiz never var deyə inkar sayılır. İnkar verilibsə, demək ki, biz A variantındakı to-nu silirik. Çünki never-la to işlətmək olmaz. So, do, I strukturu yanlışdır deyə bu çıxdı. Also qətiyyən inkarda olmaz, yanlışdır. C variantında struktur səhvdir demişdik. Neither sonra köməkçi, sonra mübtəda olur. Yəni ay axırda, did isə qabaqda olmadığına görə C variantı yanlışdır. Bəs B variantındakı so nədir? Yadımızda saxlayırıq. So həm so ay dərsində istifadə olunan bir şeydir, həm ona görə də bağlayıcısıdır, həm so özü dərəcə zərfidir. Yəni bütün bu nüansları birləşdirərək bura diqqətli olun ki, əgər so, bax bu strukturda görürsünüz necə so did I ya da baxın buradakı kimi so do I tipli cümlədə verilibsə, bu so do I dərsindəki həmçinin hissəsidir. Yox, əgər so, baxın cümlədə görürsünüz, öz cümləsinin sonunda da verilmişdi. He never behaves so, o belə davranmır. Tərcüməsi belə deməkdir. O heç vaxt belə davranmır. B variantına deyir ki, biz də heç vaxt belə davranmırıq. Biz də heç vaxt belə etmirik. Yəni buradakı so bizim bu dərsimizin içindəki bu inkar təsdiq cümləyə verilən so deyil. Buradakı sonun tərcüməsi elə deməkdir. Elə belə tərcümə olunur və zərfdir. Bir daha deyirəm ki, bu dərəcə zərfidir və yadınızda saxlayın, birbaşa bu feili təyin etmək üçün verilib. Görürsünüz, bu testdə səhvlik yoxdur, diqqətli olun. Cümlənin özü də inkardır və sonunda so verilmişdir. Never və so eyni cümlədə işlənib. Demək ki, B variantındakı never və so da düzdür. O halda so inkarda işlənməz ki, baxın bu strukturda so'dan sonra köməkçi, sonra mübtəda gəlsin. Və bir daha burada bir nüansı da nəzərinizə çatdırım. Məsələn, so'dan sonra bütöv bir cümlə gəlsə, deyirəm ki, mən xəstəyəm, so ona görə də I don't go to school. Mən məktəbə getmirəm. Mən xəstəyəm, ona görə də məktəbə getmirəm. Buradakı sonun tərcüməsi ona görədədir. Bu cümlədəki sonun tərcüməsi elə belədir. Lakin baxın, bu formada verilən so, do, I tipli verilənin tərcüməsi məndə, səndə, o da. Yəni qısa cavab vermək üçün istifadə olunan strukturdur. Bunların fərqi odur ki, so ona görə də tərcüməsi verirsə, özündən sonra mütləq bütöv cümlə gəlir, yəni mübtəda xəbər gəlir. So dərəcə zərfi kimi işlənirsə, mütləq sifəti və ya zərfi təyin etmək üçün feildən sonra qoyulur. Yox, əgər so do ay dərsindədirsə, bu zaman so, sonra köməkçi, sonra mübtəda strukturu ilə qurulur. Yəni bir çox testləri edərkən sonun yerinə mütləq və mütləq diqqətli olmalısınız. İndi isə 76-cı testin izahına baxaq. 76-cı testdə bizə verilən cümlə yenə inkardır. İnkar cümləsidirsə mütləq diqqət etməli olduğumuz nüansa baxırıq. İnkar cümlələrə nələr olmaz? To olmaz deyə çıxırıq. Sonra so has she, bu struktur səhvdir deyə çıxırıq. İnkar cümləyə əgər but-la cavab vermək istəyirsə, mütləq but plus təsdiq olmalıydı. Amma baxırıq B variantındakı batımız inkardır. A variantındakı batımızın sonunda either var. Bilirik ki, either cümləni notla birləşib inkar etməliydi. Ona görə A da səhvdir. Cavab olur Y variantı. They have never called me. Onlar heç vaxt məni çağırmayıblar deyir. But she has. O da. İndi isə 84-cü testin izahına baxaq.
84-cü testdə he put no limit on the amount we could spend. O heç vaxt bizim xərcləyəcəyimiz pulun miqdarına limit qoymayıb. Diqqətli olun, variantlarımızda do və did var. Demək, put o feillərdəndir ki, indisi və keçmişi eynidir. Gəlin bir neçə bu feildən tanıyaq. Məsələn, put, cut, spread, let. Bu tipdə feillər hər iki zamanı eynidir. Əgər bu feillərin sonunda s varsa, demək bu indiki zamandadır. Bir daha qeyd edirəm. Əgər məsələn bu cümləmiz puts yazsaydı, demək indiki zaman idi və biz bu cümləyə do ya da does gətirməliydik. Yox, bu cümləmiz put yazılıbsa, bu zaman biz bunu did vasitəsilə cavablandırmalıyıq. Ona görə də diqqətlə baxırıq. Əvvəlcə bu cümləmizdəki inkara nəzər eləyək. No limit inkardır. İnkar hissəcik varsa so'ları çıxırıq. So do I və D variantındakı so'nu çıxırıq. 3 variant arasında qalırıq. Baxırıq 2 do və 1 did variantımız var. Elə bayaq da dediyimiz kimi put sözünün sonunda s olmadığı üçün demək o keçmiş zamandır. Keçmişdirsə biz ona do yox, did gətirməliyik. İndi isə 88-ci testin izahına baxaq. 88-ci testdə bizə verilən cümlə Nick can play chess. Well, Nick chess, yəni şahmat oynaya bilir. Cümləmizdə can var. Can varsa bilirik ki, inkarımızı da eyni ilə özü, daha doğrusu cavabı da eyni ilə özü ilə verməliyik. Bu cümləmiz tamamilə təsdiqdir. Təsdiqdirsə eyzələr, neyzələr çıxır. B variantı neyzə, C variantı neyzər çıxır. A variantında so, can, bayaq da qeyd etdik. So'dan sonra birbaşa köməkçi gəlibsə, demək ki, o inkar olmamalıydı. Ona görə A çıxır. D variantı tamamilə doğru cavabdır. Y variantında to olan cümləyə qətiyyən inkar əlavə etmək olmaz. To təsdiq cümlənin sonunda qoyulan sözdür. Yəni həmçinin sözüdür. Sonra 93-cü testimizin izahına baxaq. 93-də bizə verilən cümlə no longer, mütləq cümlənin sonacan oxuyun. Bəzən cümlənin ilk hissəsini oxuyursunuz və qərar verirsiniz ki, bura nə cavab seçim, amma mütləq sonacan oxuyun. Sonda verilən no longer da cümləni inkar edən bir hissəcikdir. İnkar varsa so, to, also-ları çıxırıq. A variantı so, C variantındakı so, D variantındakı to çıxdı. Qaldıq A və Y variantları arasında. Let də bayaq adını çəkdiyimiz təhlükəli feillərdəndir, hansı ki, indisi və keçmişi eynidir. Sonunda s yoxdursa, demək keçmişdir. Keçmiş olduğu üçün mütləq does yox, diddən istifadə etməliyik. Tərcümədə deyir ki, ana John-a icazə vermir ki, həyatda çox oynasın. Neither did his father. Onun atası da, yəni onun atası da elədir. Atası da ona icazə vermir ki, çöldə çox oynasın. İndi isə 99-cu testə baxırıq. Bu tip testlərdə mütləq və mütləq diqqətli olduğunuz nüans nələrdir? Sizə verilən hissə, yəni bu hissə ipucu verir ki, yuxarıdakı cümlə necə olmalıdır? İndi gəlin birlikdə həmin cümlənin xarakterinə baxaq. Demək, yuxarıdakı cümlə necə olmalıdır? 1. Təsdiq olmalıdır. Qətiyyən inkar olmaz, çünki verilən hissəmiz təsdiqdir. 2. Bu cümlədə heç bir köməkçi feil olmamalıdır. Yəni, has plus ya da have plus feil P2 olmamalıdır. Bu cümlədə qətiyyən to be-nin formaları olmamalıdır. Bu cümlədə modal feil olmamalıdır. Baxırıq A variantına. A variantında had to. Bayaq da qeyd etdik. Had to cümlədə varsa, onun sualını, inkarını do, does, did ilə düzəltməliyik. Ona görə elə A variantımız doğrudur. B variantımıza baxırıq. B variantımızdakı feilimiz let's yazılıb. Demək ki, bu indiki sadə zamanda, amma cümləmizdə did yazılmışdı, keçmiş idi. Ona görə də let's variantımız yanlışdır. Əgər burada does olsaydı, biz bu zaman B variantını qoya bilərik. C variantında to be-nin forması var. Bayaq qeyd etmişdik ki, qətiyyən to be-nin forması olmaz. Ona görə o da getdi. D variantında got bilirik ki, has gotdur. Has got öz sualının inkarını düzəldə bilən hissəcikdir. Ona görə D variantı da yanlışdır. Həddən sonra P2 gəlibsə, demək sualının inkarını düzəldə bilər. Yəni burada did yox, had olsa biz Y variantını seçə bilərdik. Ona görə də cavab oldu A variantı. Bir daha qeyd edirəm. He did bizə ipucu verdi ki, aşağıdakı cümlə keçmişdir. To be yoxdur, modal yoxdur, have plus P2 yoxdur və keçmiş zamandadır. Ona görə cavab oldu A variantı. İndi isə 101-ci testə izahına baxırıq. 101-də who has to make arrangements for the party. Kimdir bu partinin? Parti üçün kim düzəlişlər edib, yəni təşkilatçılığı kim edib mənasında işlənib. Cümləyə baxırıq, cümlə təsdiqdədir ya da inkardadır bilmirik. Çünki sual formasında verilib bizə. Biz bura heç kim də deyə bilərik, hamı da deyə bilərik, biz də deyə bilərik. Bizdən əsas soruşulan məqam have to qaydasıdır. Yadımızda saxlayırıq. Have to-nu heç vaxt və heç vaxt ayırmaq olmaz. Yəni variantımızdakı bütün həvəzləri çıxırıq. B variantındakı həv, C variantındakı həz, Y variantındakı həz çıxır. Qalırıq A və D variantının arasında. Həz indiki zaman olduğu üçün A variantındakı did də səhvdir. Cavab oldu ki, əgər bizim cümləmizdəki həz to yox,
yox, had to olsaydı bu zaman A-nı seçə bilərdik. Demək, cavab oldu D variantı. İndi isə baxaq 103-cü testin izahına. 103-cü testdə the flight cost me a lot of money. Deyir, mənzil mənə çox pula başa gəldi. Cümləyə baxırıq, tamamilə təsdiq cümləsidir. Eyzələr variantımızdan çıxdı. A variantındakı neither, B variantındakı either, D variantındakı either çıxdı, qaldıq C-yə. Baxırıq, cost feili hansı feillərdəndir? Ki, indisi və keçmişi eyni olanlardandır. Demək ki, sonunda S olmadığı üçün o keçmiş zaman sayılır. Keçmiş sayılırsa, does yox, did gətiririk. Əgər bu cost yox, costs olsaydı bu zaman biz ona Soduay dərsində does'la da cavab verə bilərdik. İndi isə 108-ci testin izahına baxaq. 108-ci testimizdə nələr var? Baxırıq. 108-ci testdə yenə so do I verilib və biz yuxarı cümləni təyin etməliyik. Gəlin baxaq. Hansı ipucularımız var? So'dan gördük ki, yuxarıdakı cümlə təsdiqdir. Do-dan gördük ki, yuxarıdakı cümlədə heç bir köməkçi feil yoxdur. Yəni biz sualı do, does, did ilə düzəldirik. Və do-dan da gördük ki, bu cümlə indiki zamandadır, keçmiş zamanda deyil. İndi variantlardan əvvəlcə inkar olanları çıxar, çünki so təsdiq idi deyə bu cümlə inkar olmamalıydı. Ona görə A variantındakı never versiyasını çıxdıq. B variantına baxırıq. The doctor does his best to help to a patient. Bu düzdür, deyir ki, həkim öz xəstəsi üçün əlindən gələn etdi, öz xəstəsinə kömək etmək üçün əlindən gələn etdi. Bu cümləmiz tamamilə doğrudur. C variantındakı let, D variantındakı lay, Y variantında isə shot. Bu feillərə diqqətlə baxırsınız. Let feilinin S olsaydı, bu olardı indiki zaman. Bu zaman biz do-nu seçə bilərdik. Y variantındakı shot'ın sonunda S olsaydı, biz bilərdik ki, bu feilimiz indiki zamandadır və do versiyasını, yəni bunu variant seçə bilərdik. Lay feili isə yadımızda saxlayırıq. Lay feili tamamilə keçmişdə yazılıb, uzanmaq, sərmək, sərinmək. Lay isə, bir daha qeyd edirəm, bu keçmişdir. Lay feili, diqqətlə baxın. Baxın, bu struktur yuxarıdakı feilin indiki zamandır. Lay isə birbaşa keçmiş zamandır. Demək ki, lay feili keçmiş olduğu üçün bizim do-ya yox, did-ə ehtiyacımız vardır. Ona görə də bu testdə cavab olur B variantı. İndi isə 116-cı testin gəlin bərabər izahına baxaq. Bəs burada bizə ipucu olaraq nə verilib? So have I. Yuxarıdakı cümləmiz təsdiqdə olmalıdır. Yuxarıdakı cümləmizdə have plus P2 olmalıdır və mütləq yadınızda saxlayın. Have to varsa ya da have isim varsa mütləq o variantlarımızı çıxırıq. Have isim və have to'ları. Baxırıq, A variantında nə var? Have isim var, have English çıxdıq. B variantında has breakfast var, çıxdıq. C variantında have to var. D variantını saxlayırıq. Y variantında never var, so ilə yox, necə ilə cavab verilməlidir. Bir daha qeyd edirəm. Qaydadan da bildiyimiz kimi have-dən sonra isim varsa, have-dən sonra to varsa, qətiyyən onu isimdən ya da to-dan ayırmaq olmaz. Onun sualını do, does, did vasitəsilə veririk. Have plus P2, yəni keçmiş zamanda olan bir feil olsa isə, bu zaman sualı özü ilə düzəldə bilərik. 120-ci testində izahına baxırıq. Bəs buradakı ipucumuz nədir? Diqqətlə baxdıq. Neysə dua deyir ki, məndən yuxarıdakı cümlə inkardadır və bu cümlədə köməkçi feil yoxdur, yəni to be yoxdur ya da burada have plus P2 yoxdur və cümlə indiki zamandadır, çünki do var. İndi baxırıq cümləmizə. Əvvəlcə inkar olmayan cümlələri çıxaq ki, variantımız azalsın. A variantı tamamilə təsdiqdir və buna neither ilə cavab verilməməlidir. B, C variantlarımızı saxlayırıq, çünki hər ikisi inkardır. D variantı tamamilə təsdiq cümlədir, ona görə onu da çıxırıq. Y variantında never, inkar var deyə saxlayırıq. Demək ki, biz 3 variant arasında qaldıq. Biri B, biri C, biri isə Y variantlardır. İndi biz bu hər 3 cümlədə do ilə işlənə bilən bir feil axtarırıq. Yəni do olmalıdır. Did yox, do istəməlidir. Baxırıq Y variantına. Y variantında əgyu feili. Əgyu feili keçmiş zamanda olsaydı əgyu ed olardı. İndiki zamandır deyə, demək Y variantımız elə biz istəyən cavabdır. B və C variantındakı feillərə baxaq. Cut və let feili, yəni o təhlükəli feillər, hansı ki indiki zamanı və keçmişi eynidir. Bu sözlərimiz 3-cü şəxsin təki olduğu üçün zaman dərsindən bilirik ki, 3-cü şəxsin 2-ci şəxsin təkində xəbərin sonuna S qoyulmalıdır indiki zamanda. Keçmiş zamandadır isə qoyulmur. Demək ki, burada let və cut da hər ikisi keçmiş zamandadır. Ona görə də biz bunlara do yox, did gətirməliydik. Ona görə həm B, həm də C variantı yanlışdır. Cavab oldu Y variantı. Bir daha qeyd edirəm. Yuxarıdakı cümləmiz neysə inkardır və biz inkarda indiki zaman gətirməliyik. Ona görə cavab oldu Y variantı. 131-ci testində izahına bərabər baxaq.
Ted highly paid lawyer. Deyir ki, Ted yüksək maaş ödənilmiş, yəni yüksək maaş alan bir lawyerdir. Yadımızda saxlayırıq. Bu cümlə təsdiqdirsə, birinci əvvəlcə o tərəfdən irəliləyək. Təsdiq cümləmiz olduğu üçün burada neyzələri çıxırıq, A-yə getdi, qaldıq B-dir. Bəs buradakı apostrof s izmi yoxsa həzmi sayılır? Əgər bu sözümüz iz olsaydı, bu olur dır tərcüməsi. Əgər bu həzüsdirsə, bu olur var tərcüməsi. İndi diqqətlə baxırıq. Ted is a highly paid lawyer. Ted yüksək maaş ödənilən hakimdir, vəkildir. Bu doğru cümlədir. Lakin Ted yüksək maaş ödənilən vəkili var. Bu mənaca bu söz uyğun gəlmir. Çünki ismi xəbərli cümlədir və ismi xəbərli cümlələri biz həmişə to be ilə veririk. Ona görə də bu cümlədə B variantı yanlışdır. Bir daha qeyd edirəm. Məsələn, bu cümlədə yazsaydı ki, Ted apostrof s qoyub a car yazsaydı, bilərdik ki, burada tərcümə belədir. Ted has a car. Tedin maşını var. Bu cümlədə isə verilib ki, vəkildir. Ona görə ismi xəbər olduğu üçün biz burada apostrof s-i is hesab edirik və is hesab etdiyimiz üçün cavabı da to be ilə veririk. İndi isə 132-ci testə baxırıq. 132-ci testdə də baxın, eyni tip qayda var. Ona görə gəlin bunu da bərabər izah eləyək ki, izahına baxaq ki, asan olsun. Burada nə verilib bizə? Good at. Qaydamızda nə bilirik? To be good at, to be bad at, bir şeydə yaxşı olmaq, bir şeydə pis olmaq. Demək ki, bu izdir. İz veribsə, biz variantdakı həzləri çıxırıq. 3-dəki həz, 4-dəki həzi çıxırıq. Cümləmiz tamamilə təsdiq olduğu üçün bir düzdür. So is her sister tərcümə edir. Amma dil öyrənməkdə yaxşıdır. Onun bacısı da bir düzdür. 2 də düzdür deyir ki, amma onun bacısı yox. Yuxarıdakı cümlə təsdiq olduğu üçün bat inkar verilib deyə bu da doğrudur. Və 5-ci cümləmiz də doğrudur. Her sister is good at learning too. Onun bacısı da həmçinin dil öyrənməkdə yaxşıdır. Demək ki, cavab oldu 1, 2, 5 D variantı. İndi isə 137-ci testin izahına baxaq. 137-ci testdə bizə nə verilib? Needn't. Needn't modal feildir. Bilirik ki, o sualın inkarını özü düzəldə bilər. Cümlə inkar olduğu üçün nələri çıxırıq? To və so variantımızı çıxırıq. Qalırıq A, B, D. Qaydadan bildiyimiz kimi either inkar cümlənin sonunda yox, əvvəlində yox, sonunda olmalıdır. Yəni bu cümlənin sonunda either olmalıydı. Ona görə A variantı yanlışdır. B variantında neither olan cümləyə ikinci bir inkar qoymaq olmaz. Ona görə B də yanlışdır. Cavab oldu. D variantı deyir, you needn't come here tomorrow. Sən sabah gəlməyə ehtiyac yoxdur. Deyir ki, hə, mənim də həmçinin ehtiyacım yoxdur. İndi isə gəlin bərabər 149-cu testin də izahına baxaq və yekunlaşdıraq. Baxırıq, the city police spread the news very fast. Cümlə tamamilə təsdiq cümləsidir. Variantımızdan so, to, also variantlarımızı çıxırıq. So to also var. Daha doğrusu təsdiq cümləsi olduğu üçün neyzələri çıxırıq. 3-də var deyə çıxırıq. Qalan variantlarımızı saxlayırıq. Cümlə təsdiq olduğu üçün bat inkar gəlməli idi. 5-ci testdə isə bat inkar verilməyib. Baxırıq ki, bat təsdiq verilib. Ona görə səhvdir. 1-ə baxırıq. Şəhər polisi xəbəri sürətlə yaydı. Demək ki, so do as officials başqa rəsmilər də bu düzdür. 2 də düzdür çünki social media did to, sosial mediada həmçinin. 4 də düzdür. 4də isə bizə verilib ki, so did as officials eyni düzdür. Bəs burada bizi qarışdıran bir nüans ola bilər ki, uşaqlar deyə bilər ki, bəs niyə bir variantda do verilib düzdür, bir variantda da did verilib düzdür. Bəs bunun ikisi də niyə düzdür? Gəlin ona baxaq. Bilirik ki, polis toplu isimdir. Yəni özündən sonra gələn feil üçüncü şəxsin təkində işlənməməlidir. Ona görə də bu cümlədəki spread sözü həm keçmiş, həm də indiki zamanda eynidir. Amma əgər bizim buradakı sözümüz polis yox, polismen olsaydı, bu zaman biz spread sözünü ancaq və ancaq keçmiş götürərdik və variantlarda sadəcə did formalarını götürərdik. Ona görə də bu testdə doğru olan cavab 1, 2 və 4, yəni C variantıdır. Bir daha qeyd edirəm. Polis toplu isim olduğu üçün feilin sonu S istəmir. Ona görə burada 1 də, 2 də, 4 də doğrudur. İnşallah ki, izahlardan hər şey başa düşdü.